Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz modal verbs, modal fiillər. Modal fiillərə aiddir can, could, be able to, may, might, must, have to, ought to, should, need deyə. Modal fiillər hərəkət ifadə etmirlər, onlar hərəkətə münasibət ifadə edirlər. Yəni, bu o deməkdir ki, hər bir modal fiildən sonra hər hansısa bir fiil gəlməlidir. Bu mütləqdir. Çünki modal fiillər özləri heç bir hərəkət bildirmir. Onlar hərəkət bildirmədiyinə görə onlardan sonra hərəkət bildirən bir fiil gəlməlidir. Onlar məstərlə yanaşı işlənərək, məstərdə ifadə edilən hərəkətin mümkünlüyünü, vacibliyini, qətiliyini və s. bildirirlər. Modal fiillər üçün xarakterik olan ümumi xüsusiyyətlər bunlardır. 1. Modal fiillər cümlədə heç vaxt tək işlənmirlər. Onlardan sonra mütləq to-suz məstər gəlir, to be able to, have to, ought to istisna olmaqla. Bu deməkdir ki, modal fiillərdən sonra gələn fiil məstər formada olmalıdır. To-suz məstər formada. Amma yaddan çıxartmayaq ki, to be able to, have to, ought to. Bunlarda artıq to mütləqdir. Modal fiillərin inkar və sual formaları do, did, does köməkçi fiillər vasitəsilə deyil, onların özlərinin mübtadadan əvvələ keçməsi vasitəsilə düzəlir. Have to, has to, had to istisna olmaqla. Bu o deməkdir ki, biz bilirik ki, bizim hər zamanımızın özünün köməkçi fiilləri var. Sual və inkar düzəldən köməkçi fiillər var. Amma əgər bizim cümlədə artıq modal fiil varsa, heç bir köməkçi sual, inkar düzəldən fiilə ehtiyac yoxdur. Modal fiil özü sualını da düzəldə bilir, mübtadadan əvvələ keçməklə, inkarını da düzəldə bilir, özündən sonra not, inkar ədatı qəbul etməklə. Cümlənizdə modal fiil varsa da, heç bir digər köməkçi fiildən sual və inkar etmək üçün istifadə etmək lazım deyil. Amma have to, has to, had to modal fiil istisnadır. Bu modal fiil özü nə sualını, nə də inkarını düzəldə bilmir. Onun sualını və inkarını köməkçi do fiili düzəldir. Üçüncü xüsusiyyətləri, modal fiillər üçüncü şəxsdəkidə is sonluqlarını qəbul etmirlər. Bəli, modal fiillər bütün şəxslərdə eyni formada qalırlar. Have to, has to istisna olmaqla. Onlar üçüncü şəxsin təkində indiki zamanda is sonluqlarını qəbul etmirlər. Birinci modal fiilimizdən başlayaq. Can, bacaraq, bacarmaq, qadir olmaq deməkdir. Bacarıq və qabiliyyət ifadə edir. Can modal fiilindən sonra məstər to-suz işlənir. Bu mütləqdir. Sualı və inkarı özü ilə düzəlir. İki zaman forması var. İndiki zaman forması can, keçmiş zaman forması coulddur. Və bizim burada bir qeydimiz var. Nə bu modal fiillərin özü, nə də onlardan sonra gələn fiillər heç bir şəkilçi is, ing, id qəbul etmir, qətiyyən. Modal fiilin özü də qəbul etmir. Özündən sonra götürdüyü fiil də qəbul etmir. Özündən sonra götürdüyü fiil məstərdə olmalıdır. To-suz məstər ilə. Hansılar to ilə işlənir, biz artıq onları qeyd etdik. Məsələn, can-dən sonra to işlənməz. Can to play, can play olmalıdır. Must, xeyr, must modal fiildir. O, üçüncü şəxsin təkini qəbul etmir. Və yaxud may plays, xeyr, əgər sizin fiiliniz modal fiilindən sonra gəlibsə, o, məstər formada olmalıdır. O, indiki zaman üçüncü şəxsin el şəkilçisini qəbul etməməlidir. Should playing ola bilməz. Modal fiildir, deməli, məstər forma to-suz, məstər forma işləməlidir. Play, can play it ola bilməz. Modal fiildən sonra gəlib fiilimiz, deməli, keçmiş zaman götürməməlidir. Sadəcə olaraq məstər forması olmalıdır. Təsdiqdə, I can play the guitar, mən gitara çala bilirəm. Sualda, sualı modal fiil özü düzəldir. Mübtadadan əvvələ keçir. Can I play the guitar? Mən gitara çala bilirəm. İnkarda modal fiil özü inkarlığını düzəldir. Cannot qısaldılmış forması can. I cannot və yaxud can play the guitar. Mən gitara çala bilmirəm.
Keçmiş zaman forması eyni ilə indiki zaman forması kimi. I could play the guitar. Mən gitara çala bilirdim. Sualda could mübtadadan əvvələ keçdi. Could I play the guitar? Mən gitara çala bilirdim. İnkarda coulddan sonra not inkar hissəsi əlavə olunur. I could not play the guitar. Mən gitara çala bilmirdim. Digər zamanları ifadə etmək zərurəti yarandıqda can modal fiilin əvəzinə to be able to və bir konstruksiyasından istifadə olunur. Bu nə deməkdir? Gördüyümüz kimi can modal fiili yalnız indiki və keçmiş zaman formasında verilir. Bəs bunun gələcək zamanı, bəs bunun məsəl üçün bitmiş zaman formaları, əgər bizim cümlədə bilmək, bacarmaq kimi bir modal fiil işlətməli isə gələcək zaman üçün və yaxud bitmiş zamanlar üçün artıq biz burada to be able to və fiilin birinci forması, yəni to-suz məstərdən istifadə etməliyik. To-suz məstər deyəndə to be able to-nun özünün artıq to-su var. Ona görə də iki dənə to yanaşı yazılası deyil ki, həm to be able to, həm də to-lu məstər. Xeyr, sadəcə olaraq məstər. Biz burada to be able to elə can modal fiili kimi bilmək, bacarmaq deməkdir və ona görə də bizim gələcək zamana, keçmiş zamana, bitmiş zamanlara ehtiyacımız varsa da bacarmaq, bilmək kimi to be able to'dan da istifadə olunur. İndiki zamanda can bərabərdir am able to, is able to, are able to, be ilə yarandığına görə, şəxslərə görə to be fiili dəyişir. Məsəl üçün, I am able to learn Spanish. Mən İspan dili öyrənə bilərəm. Keçmiş zamanda could bərabərdir was able to, were able to. I was able to learn Spanish. Mən İspan dili öyrənə bilirdim. Burada da bizim bu modal fiilimiz be ilə əmələ gəldiyinə görə şəxslərə və zamana görə be fiili dəyişməlidir. Gələcək zamanda artıq can modal fiilini istifadə edə bilmirik. Elə be able to'dan istifadə edirik. Shall be able to, will be able to. I shall be able to learn Spanish. Mən İspan dilini öyrənə biləcəm. Bitmiş zamanlarda have been able to, has been able to, bitmiş, keçmiş bitmiş past perfect zamanında had been able to. I have been able to learn Spanish. Mən İspan dilini öyrənə bildim. Yadda saxlayaq ki, have üçüncü şəxsin təkində indiki bitmiş zamanda, present perfect zamanında üçüncü şəxsin təkində has formasında olmalıdır. Bunu yaddan çıxartmayaq. May bilmək, icazə, ehtimal ifadə edir. Məsələn, may I go out? Mən gedə bilərəm. İcazə istənilir. The weather is very cloudy. It may rain. Hava bulutludur. Yağış yağa bilər. Ehtimal göstərir. May modal fiilindən sonra da məstər to-suz işlənir. Sualı və inkarı özü ilə düzəlir. İki zaman forması var. İndiki zaman forması may, keçmiş zaman forması isə might'dır. Təsdiqdə, məsələn, you may come in, siz gələ bilərsiniz. May you come in, gələ bilərsiniz. May mübtadadan əvvələ keçdi sualda. You may not come in, siz gələ bilmərsiniz. Yadda saxlayaq ki, qısaldılmış might forması yoxdur. May not. Keçmiş zaman forması təsdiqdə. He might come in, o gələ bilərdi. Might'in come in, o gələ bilərdi. He might not come in, o gələ bilməzdi. Must, malı, məli deməkdir. Məcburiyyət, vaciblik və qadağa ifadə edir. Must modal fiilindən sonra məstər mütləq şəkildə to-suz işlənir. Sualı və inkarı özü ilə düzəlir. Bir zaman forması var, indiki zaman forması must. Məsələn, we must answer, biz cavab verməliyik. Sualda mübtadadan əvvəldə işlənir. Must və answer, biz cavab verməliyik. İnkarda must'dan sonra not inkar ədatı qəbul olunur. We must not, qısaldılmış forması must not answer, biz cavab verməməliyik. Gördüyümüz kimi must modal fiili yalnız indiki zaman üçün ifadə olunur. Digər zamanlar üçün eyni məna daşıyan malı, məli, have to, has to, indiki zaman üçün had to ifadəsi işlənir.
keçmiş zaman üçün. Bu ifadənin sual və inkar formasını düzəltmək üçün do, did, does köməkçi feillərindən istifadə olunur. Yadda saxlayaq ki, have to modal feili də malı, məli deməkdir. Ancaq digər modal feillərdən fərqli olaraq qətiyyən have to modal feili özü nə sualını, nə də inkarını düzəldə bilməz. İndiki zaman üçün have to, must bərabərdirlər. Keçmiş zaman üçün had to, gələcək zaman üçün isə will have to, shall have to. Və qətiyyən have to modal feilini have, var olmaq, malik olmaq feili ilə səhv salmayaq. Modal feil kimi have to ilə işlənir. Bir dənə bunu yadda saxlayın ki, modal feil kimi have to ilə işlənir. Bunların da elə quruluşda fərqi odur ki, əsas feil kimi have, malik olmaq to-suz işlənir, özündən sonra isim qəbul edir, amma modal feil kimi have to ilə işlənir və özündən sonra feil qəbul edir. Təsdiqdə məsəl üçün, I have to say, mən deməliyəm. Sual, heç vaxtı have to modal feili sualda özü mübtadadan əvvələ keçə bilməz. Bu bizim testlərimizdə yazılır. Amma nə üçün yazılır? Yoxlanılmaqdan ötürü. Bilirsinizmi ki, have to modal feili özü sualını yarada bilmir. Bəli, biz bunu artıq bildik. Sual vermək üçün do bütün şəxslərdə, üçüncü şəxsin təkində does. Do I have to say? Mən deməli idim. Yoxdur belə forma. Have I to say? Yoxdur belə forma. İnkarda don't, I don't have to say. Mən deməməli idim. Yoxdur belə forma. I haven't to say. Qətiyyən belə forma yoxdur. Testlərdə bu sizin qarşınıza tez-tez çıxacaq, amma bu səhvdir. Diqqət. She has to work. O işləməlidir. Sualda does she have to work? O işləməlidir. Hansı dəyişiklik oldu? Bizim cümləmiz, mübtadamız üçüncü şəxsin təkindədir deyə artıq does üçüncü şəxsin təkini göstərdiyinə görə have özünün ilkin formasını istifadə edildi. Have-in ilkin formasından. Yəni, həm does, həm has to, bu düzgün deyil, bu yanlışdır. She had to work. O işləməli idi. Sualda did she have to work? O işləməli idi. Keçmiş zamandadır. Nə etdik? Sualda keçmiş zaman forması, üzr istəyirəm. Təsdiq cümlədə keçmiş zaman formasından istifadə etdik. Amma sualda artıq did keçmiş zamanı göstərdiyinə görə modal feilimiz have to özünün ilkin formasına qayıtdı. Did she had to work? Həm did keçmiş zamanda, həm had to keçmiş zamanda. Bu yanlışdır. Bu düzgün forma deyil. I have to work. Mən işləməliyəm. Sualını yaradırıq. Köməkçi do ilə do I have to work? Bu doğrudur. Amma have I to work? Xeyr, belə şey yoxdur. Modal feil kimi have mübtadadan əvvələ keçib sual yarada bilməz. I have to work. I don't have to work. Mən işləməməliyəm. İnkarda have modal feili, have to modal feili inkarını don't, doesn't ilə yaradır. Yəni, I haven't to work hard. Haven't to. Belə forma yoxdur. Have modal feili özü inkarını yarada bilməz. Should gərək deməkdir. Mənəvi borc, məsləhət ifadə edir. Should modal feilindən sonra məsdər to-suz işlənir, sualı və inkarı özü ilə düzəlir. Mənəvi borc ifadə etmək üçün must feilindən də istifadə edilir. Lakin bunlar arasında fərq var. Diqqətli olaq. Məsələn, you should help them. Sən gərək onlara kömək edəsən. Yəni, etsən yaxşı olar. Burada biz məsləhət kimi bunu deyirik. Amma you must help them. Sən onlara kömək etməlisən. Artıq bu məsləhət deyil. Bu təkidli məsləhətdir. Yəni ki, etməlisən. Demək olar ki, bunu sən borcundur, etməlisən. Təsdiqdə, məsələn, they should learn Spanish. Gərək onlar İspan dilini öyrənələr. Sualda should mübtadadan əvvələ keçir. Should they learn Spanish? Gərək onlar İspan dili öyrənə.
İnkarda should'dan sonra not inkar ədatı işlənir. They should not learn Spanish. Onlar gərək İspan dilini öyrənməyə. Ought to gərək modal fiili should modal fiilin əvəzinə işlənə bilər. Mütləq ikisi də demək olar ki, sinonim olan modal fiillərdir. Sadəcə olaraq fərq ondadır ki, should modal fiilindən sonra to-suz məstər, ought modal fiilindən sonra isə to ilə məstər işlənir. We should work hard, we ought to work hard. Biz çox çalışmalıyıq. İkisi də eyni şey ifadə edir. You ought to learn Spanish. Gərək sən İspan dilini öyrənəsən. Sualda ought mübtədadan əvvələ keçir. Diqqət edin ki, yalnız ought mübtədadan əvvələ keçir. To mübtədadan sonra işlənir. Ought you to learn Spanish. İnkarda isə ought özündən sonra not inkar ədatı götürür. You ought not to learn Spanish. Need ehtiyac olmaq. Diqqətli olaq bu fiillə. İkili xarakterə malikdir. Həm əsas, həm də modal fiil kimi işlənə bilər. Need ehtiyacı olmaq fiili cümləmizdə modalda ola bilər, əsas fiil də ola bilər. Bunların fərqini yadda saxlamaq lazımdır. Gəlin need modal fiil kimi və need əsas fiil kimi necə bir-birindən fərqlənirlər. Əgər need modal fiildirsə cümləmizdə, o özündən sonra to-suz məstərlə işlənir. You need read much. Yox, əgər need əsas fiildirsə, özündən sonra to-lu məstər qəbul edir. I need to find a job. Need modal fiil kimi sualı özü ilə düzəlir. Yəni, need cümlənin əvvəlinə keçir. Need you read much. Əgər need modal fiildirsə, bağışlayın, əgər need əsas fiildirsə, onun sualı do, did, does vasitəsilə düzəlir. Do, did, does cümlənin əvvəlinə keçir. Do you need to find a job? Modal fiil kimi need modal fiili inkarı özü düzəldir. Needdən sonra not inkar ədatı istifadə olunur. Need, not, needn't. He needn't read much. Əsas fiil kimi inkarı don't, didn't və doesn't ilə düzəlir. Do not need, does not need, don't need, doesn't need, didn't need qısaldılmış formaları bu cürdür. Məsələn, he doesn't need to find a job. Zamana görə modal fiil kimi need dəyişmir. Bir forması var, need. Amma əsas fiil kimi indiki və keçmiş zaman formaları var. Keçmiş zamanda ed qəbul edir. He needed to find a job. Modal fiil kimi şəxsə görə dəyişmir. Üçüncü şəxsin təkində is sonluğu qəbul etmir. He need read much. Əgər görsəz ki, he needs read much. Bu artıq yanlışdır. Əsas fiil kimi şəxslər üzrə dəyişir və indiki zamanda üçüncü şəxsin təkində is qəbul edir. He needs to find a job. Modal fiil kimi ondan sonra need modal fiildirsə, ondan sonra digər need qissələri gələ bilməz. Yalnız və yalnız to-suz fiil gəlir. Amma əgər need əsas fiildirsə, ondan sonra digər need qissələri də gələ bilər. Diqqət, bu zaman to işlənməyəcək. Niyə? Çünki digər need qissələri gəlirsə də, to yalnız fiil ilə işlənir. Digər need qissələri burada məsəl üçün isim gəlirsə, artıq to bizə lazım deyil. Məsələn, I need a job. Müqayisə edək. Need modal fiil kimi, need əsas fiil kimi. Təsdiqdə you need read much, əsas fiil kimi you need to read much. Əgər siz needdən sonra fiilin qarşısında to gördünüzsə, deməli need burada əsas fiildir. Yox, əgər needdən sonra siz fiilin qarşısında to görmürsünüzsə, deməli o modal fiildir. Sualda need you read much, əgər siz görürsünüz ki, sizin sual cümləniz need fiilinin özü ilə əmələ gəlibsə də və fiilin, əsas fiilin qarşısında to yoxdursa, deməli need burada modal fiildir. Amma do you need to read much? Sual cümləmiz köməkçi do ilə düzəlib və needdən sonra to-lu məstər işlənib. Deməli need burada əsas fiildir. İnkarda you needn't read much.
İnkarını need modal fiili özü ilə düzəlib. Fiilimiz tuzsuz məstərdir. Deməli, modaldır need fiili. You don't need to read much. Burada isə biz görürük ki, need fiilinin inkarı köməkçi don't ilə düzəlib və needdən sonra to'lu məstər işlənib. Deməli, need burada əsas fiildir. Qeyd, təsdiq cümlələrində need modal fiilinə demək olar ki, rast gəlinmir. Çox vaxt o, hər hansısa bir inkarlıq bildirən sözlə müşayiət olunur. Məsəl üçün, no one, nobody, heç kəs, nothing, heç nə, never, heç vaxt, nobody need worry about their safety. Heç kim onların təhlükəsizliyinə görə və yaxud kiminsə onların təhlükəsizliyinə görə narahat olmağa ehtiyac yoxdur. Deyə cürət etmək, cəsarəti çatmaq. Deyə eyni ilə need modal fiili kimi həm əsas, həm də modal fiil kimi işlənə bilir və işlənmə qaydası eyni ilə need modal fiili kimidir. Yəni, əgər deyə modal fiilsə özündən sonra tulsuz məstər qəbul edir, sualını özü düzəldir, inkarını özü düzəldir. Əgər deyə əsas fiildirsə, özündən sonra tuğlu məstər qəbul edir, sualını köməkçi do ilə düzəldir, inkarını don't ilə düzəldir. Test edərkən diqqət. Test edərkən biz nələrə diqqət etməliyik? Biz bunlara gərək baxaq. To, məstər hissəciyinin işlənib işlənməməsidir. Cəmi 3 modal feillə to işlənə bilir. Məsəl üçün, be able to, have to, has to, had to və ought to. Qalan modal feillərlə to işlənmir. Yəni, əgər biz can to, could to, may to, should to və s. görsək, deməli, bu yanlışdır. Zaman formasına diqqət etməliyik. Keçmiş zamanda işlənən modal feillər bunlar olar. Əgər bizim cümləmizdə keçmiş zaman üçün hər hansı bir göstəriş varsa da, biz keçmiş zaman üçün bu modal feillərdən istifadə edirik. Could, was, were able to, might, had to. Some və eyni əvəzliklərinə diqqət edək. Cümləmizdə some varsa da deməli təsdiqdədir. Modal feillərimiz təsdiq formada olmalıdır. Eyni varsa da deməli bu sual və ya inkardır. Bizim modal feillərimiz inkarda olmalıdır. At all inkarlıq bildirir. Modal feillərimiz inkarda olmalıdır. Məsəl üçün can't, couldn't, may not, might not və s. Have to, has to, had to modal feillərinin sual və inkarının düzəltmə qaydasını izah etdim ki, qətiyyən have to, has to, had to özləri nə sualını, nə inkarını düzəltmir. Diqqət etmək lazımdır. İnkarı haven't to, hasn't to, hadn't yoxdur belə şey. Qətiyyən yoxdur. Var, don't have to, doesn't have to, didn't have to. Və əgər doesn't, has to, xeyr, belə şey yoxdur. Doesn't üçüncü şəxsin təkliyini bildirib, deməli, bu olmalıdır have to formasında. Didn't, had to, xeyr, belə şey yoxdur. Did artıq keçmiş zamanlığı göstərir, deməli, bu fiil, modal fiil olmalıdır have to formasında. To be able to modal fiilinin gələcək zaman formasına diqqət edək. Çox çaşdırıcı bir məqamdır. Fikir verin. Shall be able to, will be able to. Gəlin cümlələrə baxaq. He will be able to learn Spanish. Correct. He will be able to learn Spanish. Wrong. To yoxdur. He will able to learn Spanish. Wrong. Niyə? Be yoxdur. Be-siz. Bu, belə modal fiil yoxdur. Will able to. Olmalıdır. Will be able to. Diqqət edək. Haven't to, hasn't to, hadn't to və needn't to olmur. Belə quruluş yanlışdır. Need modal olması üçün inkarı özü ilə düzəlməlidir. Needn't. Sual özü ilə düzəlməlidir. Need ansə modal olması lazımdırsa, əsas fiil kimi do, does ilə düzəlir. Have modal olması üçün özündən sonra birbaşa to qəbul etməlidir. Mütləq. Have to, has to, had to. We have to go. Biz getməliyik modaldır.
have to yanaşı gəlibdi. Amma we have a lot of work to do. Bu artıq modal deyil. Çünki burada have bizim görməli çox işimiz var. Var deməkdir. To do bu artıq do fiilinin məstər, to'lu məstər formasıdır. Əgər to have-in düz yanında gəlməyibsə, deməli have modal fiil deyil. Diqqət, can, to. Gəlin diqqət edək. We must do everything we can to find a solution to this crucial question. Burada to modal fiilə can aid deyil, özündən sonra gələn fiilə find da aiddir. To'nu cümlənin əvvəlinə keçirsək, bunu aydın görə bilərik. Bu qayda digər to'suz işlənən modal fiillərlə də doğrudur. Yazıda qarışdırılsa da, oxu və danışıq zamanı modal fiil ilə to arasına qısa fasilə qoymaqla asan anlamaq olur. Gəlin to find cümlənin əvvəlinə qoyaq. To find a solution to this crucial question, we must do everything we can. Burada diqqət edin ki, we must do everything we can to find a solution to this crucial question. Gəlin bir-iki dənə izahlı testlərə baxaq. Məsələn, I had my assignment but David didn't. Gəlin burada diqqət edək. Bizim cümləmiz nə ilə bitdi? Didn't. Deməli, bu bizdə tag question'dır, ayrıca sual formasıdır. Niyə didn't oldu? Bu məni bu fikrə gətirir ki, mənim cümləmdəki modal fiil özü inkarını yarada bilmir və keçmiş zamandadır. Çünki əgər must, should və yaxud may olsaydı, onlar özləri burada durardı. Mustn't olardı, shouldn't olardı, may not olardı. Amma have to olsaydı, bu don't olardı. Deməli, burada təsdiq, axırda isə inkar. Deməli, bizim düz variantımız A variantıdır. Gəlin, ikinci suala da diqqət edək. Last year, I play the guitar, but now. Gəlin, diqqət edək biz burada buna. Last year, I play the guitar, but now last year. Bizdə keçmiş zaman var mı last year? Deməli, mənə keçmiş zaman lazımdır. Keçmiş zaman bizdə var, deməli, B-də, C-də, D-də və E-də. Lap yaxşı. A variantını artıq biz çıxdıq. Cümləmizdə what, but var. Deməli, burada olduğu üçün ziddiyyət var. Bu cümlələrdə ziddiyyət var. Ziddiyyət olduğuna görə B və C variantını da biz buradan çıxmalıyıq. Çünki burada ikisi də təsdiqdir, ikisi də inkardır, ziddiyyətlik yoxdur. Birinci tərəfdə bir daha deyirəm, last var, ikinci tərəfdə now var. Deməli, bizim burada keçmiş zaman forması və indiki zaman forması lazımdır. Deməli, bizim burada düz variantımız qalır D variantı. Last year I couldn't play the guitar, but now I can. Keçən il mən gitara çala bilmirdim, amma bu il bilirəm. Y variantında ikinci could now ilə uzlaşmır. Ona görə də o variantı biz istifadə edə bilmərik. Modal fiilləri dəqiq öyrənib, hansı modal fiildən sonra to işlənir, hansı işlənmir, necə sual inkarları düzəldir, hansı zaman formaları var, onları dəqiq bilmək lazımdır.